bu gecə göyün qapıları, asimanın qapıları açıqdır. Rəhmət qapıları açılıb qardaşlar. 15 Şaban gecəsi. Sonra hədisin ardında buyurur ki, nədir o? Rəhmət. Allahın razılığı, Allahın bağışlanmağı, Allahın lütfi, tövbə, nemət istəyirsən, hədiyyə istəyirsən, yaxşılıq istəyirsən. Sonra Peyğəmbər ardında bu hədisdə buyurur ki, həmin gecə Allah Taala çoxlu insanları cəhənnəm əzabından azad edir. Həmin gecənin adlarının da Bəraət gecəsidir. Nə gecəsi? Bəraət. Soruşurlar qardaşlar, Bəraət gecəsi haçandır? Həmin o Bəraət gecəsi də 15 Şaban gecəsidir. Niyə həmin gecəyə Bəraət gecəsi deyirlər? Bəraət uzaq etmək, çəkinmək. Həmin gecə Allah Taala çox insanlara cəhənnəmdən bəraət verir. İnşallah çalışaq, oyaq qalaq, namaz qılaq, ibadət eləyək. Həmin gecə, o Bəraət gecəsində bizə də bəraət versinlər ki, cəhənnəm azabından azadsa. Hədisdə olan cümləni deyirəm, xurafat deyil. Allah Taala həmin gecə çox insanlara əfv eləyir. 4 ayaqlı heyvanların bədənində olan tüklərin miqdarı qədər insanları cəhənnəm əzabından azad edir. Allah biz onlardan biri qərar versin. Sonra buyurur, bu gecə insanların ömrü təyin olunur. İnsanlara həmin gecə 1 illik ruzilərinə təsiri var. Allah Taala 1 illik insana xeyir bərəkətləri də həmin gecə hədisin ardı gedir. Sonra hədisin bəzi əməlləri var. İnşallah oyaq qalın, bacardığınızı eləyin, dua eləyin.